Sabah hava kəskin dəyişəcək, qar, şaxta və güclənən külək gözlənilir. Dekabrın 25-i də ölkə ərazisində hava şəraitinin dəyişkən keçəcəyi, xüsusilə paytaxt və regionlarda qış əlamətlərinin daha aydın hiss olunacağı proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidmətinin xəbərinə görə Bakıda və Abşeron yarımadasında hava gün ərzində dəyişkən buludlu olacaq, arabir tutulacaq. Səhər saatlarında bəzi ərazilərdə çiskinli hava müşahidə oluna bilər. Axşam və gecə saatlarına doğru isə yağıntıların artacağı, bəzi yerlərdə yağış, yüksək nöqtələrdə isə qar şəklində düşəcəyi gözlənilir. Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək ki, bu da havanın daha soyuq hiss edilməsinə səbəb ola bilər. Temperatur göstəricilərinə gəlincə, gecə saatlarında havanın temperaturu 3-6 dərəcə isti, gündüz isə 6-11 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqinin yüksələcəyi bildirilir, 765 mm civə sütunundan 770 mm civə sütununa qədər artım gözlənilir. Nisbi rütubət isə 70-80% civarında olacaq. Regionlarda isə hava əsasən yağmursuz keçsə də, səhər saatlarından başlayaraq xüsusilə şərq rayonlarında arabir yağıntı ehtimalı var. Dağlıq və dağətəyi ərazilərdə qar yağacağı, bəzi yerlərdə yağıntıların intensiv xarakter alacağı istisna edilmir. Eyni vaxtda ayrı-ayrı rayonlarda dumanlı hava şəraiti müşahidə oluna bilər ki, bu da görmə məsafəsini məhdudlaşdıra bilər. Qərb küləyi bəzi bölgələrdə arabir güclənəcək. Havanın temperaturu rayonlarda gecə 0-5 dərəcə isti, gündüz 7-11 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə saatlarında temperaturun 2-7 dərəcə şaxtaya enəcəyi, gündüz isə 0-5 dərəcə isti olacağı gözlənilir. Mütəxəssislər hava şəraitinin dəyişkənliyi ilə əlaqədar sürücülərə və dağlıq ərazilərə səfər edən vətəndaşlara daha diqqətli olmağı, xüsusilə buzlanma və məhdud görünmə risklərini nəzərə almağı tövsiyə edirlər.